Salam, kanalımızın dəyərli izləyiciləri. Bu dərsimizdə 5-ci sinif informatika dərsindən mətn redaktorunda şəklini necə çəkmək olar bölməsini işləyəcəyik. Açar sözlərimizlə başlayaq. Rəsm alətləri zonağı, fiqurun seçdirilməsi, fiqurun yer dəyişməsi, avtofiqur. Qrafik redaktorlarda şəklə mətn əlavə etmək imkanı vardır. Paint proqramının belə bir imkanı ilə 4-cü sinifdə tanış olmusunuz. Həmin proqramda mətnlə işləmək üçün hansı alətdən istifadə olunur? Bəs görəsən mətn redaktorunun öz imkanlarından istifadə edib şəkil çəkmək olarmı? Paint proqramında şəklə mətn əlavə etmək üçün baxın bu alətdən istifadə olunur. Text alətindən istifadə olunur. Tutalım ki, burada hər hansı bir şəkil əlavə olunub. Baxın, misal üçün bu. Baxın, text. Bu alətin üzərinə sıçan göstəricisini gəlib bir dəfə sol düyməni çıqqıldadırıq və bu ağ sahənin, iç sahəsinin hər hansı bir yerində sol düyməni bir dəfə də çıqqıldatdıqda yazı yazmaq üçün sahə aktivləşir. Yazırıq. Dini dəyişək. Rəngi olsun bu rəng. %26 yox, 28. Biraz da şriftin böyüdək. 40 olsun. Baxın belə. Bunun altında da yenə bu alətə klikəyib ayrı bir mətn daxil edə bilərik. Qrafik redaktorda biz mətnləri hansı alət vasitəsilə daxil etməyimizi gördük, text aləti vasitəsilə. Sonra soruşur ki, bəs görəsən mətn redaktorunun öz imkanlarından istifadə edib şəkil çəkmək olarmı? Mətn redaktoru, misal üçün Word proqramı əsasən yazı yazmaq üçündür. Buna baxmayaraq, onun da bəzi imkanları var. Misal üçün şəkil əlavə et və ya formalar alətlərindən istifadə edərək sadə şəkillər çəkmək mümkündür. Nəticə olaraq biz deyə bilərik ki, qrafik redaktorda, məsələn Paintdə şəkilə yazı əlavə etmək olur. Mətn redaktorunda isə əsas məqsəd yazmaqdır, amma istəsək sadə şəkillər də çəkmək mümkündür. Word mətn redaktorunda rəsm alətləri zolağını açmaq üçün öncə hər hansı rəsmi seçmək lazımdır. Bu zaman proqram pəncərəsinin başlıq zolağında Driving Tools yazısı görünəcək. Həmin yazını çıqqıldatdıqda rəsm alətləri zolağı açılacaq. Gəlin Paint ilə işimizi tamamlayaq və keçək Word-ü açmağa. Word proqramımızı açırıq. Microsoft Office Word proqramımızı. Dini əvvəlcə dəyişək ingilis dilinə və Word yazaq. Bir dəfə çıqqıldadaq.
Word proqramımız da açıldı. Word mətn redaktorunda rəsm alətləri zolağını açmaq üçün öncə hər hansı rəsmi seçmək lazımdır. Gəlin hər hansı bir buna rəsm əlavə edək. Insert tabına gəlirik, Pictures və buradan rəsmi seçirik. Rəsm əlavə olundu. Daha sonra görək nə istəyir. Rəsm alətləri zolağını açmaq üçün öncə hər hansı rəsmi seçmək lazımdır. Baxın, rəsmimizi seçdik, üzərinə gəldik bir dəfə. Sıçan göstəricisinin üzərinə gətirib, sol düyməni bir dəfə çıqqıldatmaqla rəsmi seçdik. Bu zaman proqram pəncərəsinin başlanğıc zolağında Driving Tools yazısı görünəcək. Picture Tools yazısı baxın görünür. Həmin yazını çıqqıldatdıqda rəsm alətləri zolağı açılacaq. Həmin rəsm alətləri zolağı da baxın budur. MS Word proqramının rəsm alətləri zolağı. Baxın, rəsm alətləri zolağımız da hal-hazırda MS Word proqramında açılmış vəziyyətdədir. Sonra LibreOffice Writer proqramının rəsm alətləri zolağı. Gəlin onu da açaq. İş masasında LibreOffice proqramımızın shortcutının üzərinə klik veririk. Buradan Writer Document üzərinə klik verib açırıq. Və bura şəkil hardan əlavə olunurdu? Insertdən Image, Image-in üzərinə klik etdik və seçdik şəklimizi, əlavə etdik. LibreOffice Writer proqramının rəsm alətləri zolağı da baxın. Bu şəkildə. Baxın, burada LibreOffice Writer proqramımızın
rəsm alətləri zonağıdır. Gəlin bir də ikisinə də baxaq. Word-də baxın. Buradır. Rəsm alətləri zonağı. Bunda isə seçirik. Baxın bura. Davam edək. Mətn redaktorunda şəkil çəkilməsi. Azərbaycan bayrağını çəkmək üçün göstərişləri yerinə yetir. Fəaliyyət hissəmizdə olan bu tapşırığı gəlin addım-addım yerinə yetirək. Birinci mətn redaktorlarından birini başladın. Hansı redaktoru başlatdınız? Yəni, bağlayaq ikisində. Həmçinin Word-ü də bağlayaq. Word-ü gəlin yenidən açaq. Word-ü yenidən açırıq. Müəllimin köməyi ilə rəsm alətləri zonağını tapın. Həmin zonaqda bu düyməsini seçin. İş sahəsində sıçanın sol düyməsini basıb saxlayaraq düzbucağı çəkin. Gəlin bayrağı bura əlavə edək. Baxın, belə bir əlavə edək, belə. Yəni, gəlin bu ölçüdə olsun. Aha. Sonra rəngin göy rəng edək. Biraz açıq olsun da olar. Baxın belə. Sonra bunu kopyalayaq və baxın üzərində seçdim. Sağ düymə, copy və hər hansı bir yerdə bura paste. Baxın, bura düşmüşdü. Gətirirəm bunun altına. Və rəngin
Buradan qırmızı seçirəm. Sonra bir dənə də copy və paste da yuxarı çıxdı. Götürürük oradan, çəkirik aşağı. Bunu da rəngini edirik yaşıl. Yaşıl rəng, baxın. Düzbucaqlığını seçdirin və 2 dəfə sürətini çıxardın. Sürəti necə çıxartdınız göstərdik. Copy paste. Fiqurları birləşdirin. Bunu da göstərdik. Sol düyməni sıxılı saxlayıb çəkməklə. Sonra rəngləri etdik. İndi aypara və 8 gülşəni ulduzu çəkmək üçün avtofigurlardan istifadə edin. Ayparanı seçək buradan. Rəngin eləyək ağ rəng və 8 gülşəni ulduzumuz. Yeddidir bu. Baxaq 8 gülşəni ulduzu tapıb yerləşdirək. Baxın. Bir dənə də belə burada olan ulduz 8 gülşəni gəlin bunu da rəngin ağ eləyək. Əlimizdəki imkanlarla ancaq baxın bu qədərini çəkə bildik bayrağın.
Sənədi kompüterin yaddaşında bayraq adı ilə saxlayın. Bunun üçün nə etməlisiniz? Fayla gəlirik və buradan Save As yeri seçirik, haradakı yadda saxlayacağıq. Bayraq. Bugün tarixini yazaq. 2025 11-ci ay 9-u bayraq 1. Sənədi çapa verin. Bunu necə etmək olar? Sənədi çapa vermək üçün əvvəlcə kompüter mövcud printer qurğusuna qoşulu olmalıdır və daha sonra fayldan print əmri ilə çapa verilir. Hal-hazırda kompüterimiz printerə qoşulu olmadığı üçün biz bunu sadəcə print olan hissəsinə qədər göstərəcəyik. Faylı seçdik. Baxın, sənəd açılı vəziyyətdə. Yəni bağlayaq. Sənədimizi yenidən açaq. Baxın, bugünün tarixi bayraq. Bu sənəddir. Bunu fayla gəldik. Print. Baxın, əgər kompüterimiz mövcud printerə qoşulubsa, hər şey hazır vəziyyətdədirsə, buradan print əmrin kırklayan zaman sənəd artıq çapa veriləcək. Müzakirə edək. Bu şəklin qrafik redaktorda çəkilməsi ilə mətn redaktorunda çəkilməsinin hansı oxşar və fərqli cəhətləri var? Azərbaycan bayrağını həm qrafik redaktorda, həm də mətn redaktorunda çəkmək mümkündür. Amma bu iki proqramın işləmə qaydası bir-birindən biraz fərqlidir. Yəni, oxşar cəhətlərini deyək. Hər iki proqramda bayrağın formalarını düzbucaqlı, ay ulduz və s. yaratmaq olur. Hər ikisində rənglərdən istifadə etmək mümkündür. Hər iki proqramda çəkilən şəkli yadda saxlamaq olur. Fərqli cəhətləri. Qrafik redaktorda, məsələn Paint-də bayrağı daha dəqiq və real şəkildə çəkmək olur. Orada fırça, boya, xətt, dolğu kimi alətlər var. Mətn redaktorunda, məsələn Word-də bayrağı sadə formalardan istifadə edərək çəkmək mümkündür. Məsələn, düzbucaqlı, aypara, ulduz formalarından istifadə edilir. Necə ki, biz indicə istifadə edərək çəkdik. Qrafik redaktor şəkil üçün, mətn redaktoru isə əsasən yazı üçün nəzərdə tutulur. Nəticə olaraq, qrafik redaktor bayrağı rəngli və dəqiq çəkməyə imkan verir, mətn redaktoru isə sadə şəkilləri formalarla yaratmağa imkan verir. Baxın, burada düzbucaqlı şəklində belə sadə bir bayraq çəkdik, daha doğrusu çəkməyə çalışdıq. Əlimizdəki dediyim kimi mövcud imkanlardan istifadə etdik. Aypara, ulduz biraz orijinalından fərqli olsa da, yenə də çəkmiş olduq. Gəlin bunu Paint-də də göstərək. Paint proqramını açaq. Bu şəkildə belə dalğalı bir fiqur yaratdıq. Gəlin bunu
Sonra bunu kopyalayaq. Yəni paste kopyaladıq. Bir dənə də kopyalayaq. Paste birini də kopyalayaq. Bu seçildi. Sonra düz xətt aletindən istifadə edib bunu qırağın belə düz xətlə bağlayaq. Biraz qırağın götürək. Pozandan istifadə etdik. Sonra doldurma aletindən istifadə edək. Yuxarısın göy rəng. Kənar xətti gəlin bu xətti ağ edək. Sonra ortasın qırmızı. Göy, qırmızı, yaşıl. Qırağın da ağ rəngət. Sərqən olmadı. Sonra ağ ay ulduz çəkək. Bunu bu formada çəksək daha yaxşı olardı. Baxın, bir dənə belə çəkək. Pozanla qırağın götürək bunu. Sonra rəngin göy rəng. Tamamilə göy rəng. Sonra bunu seçdirək. Buradan qırağın götürürük. Rəngin qırmızı rəng eləyək.
transparent rəng, qırağın ağmağı gəlməsi, sonra rəngi dəyişək, qırmızı rəng, seçdirək təkrar və bir dənə də pəst, bunun da rəngini dəyişək, yaşıl rəng. Qırmızı, yaşıl. Baxın, biraz daha sərqəli formada oldu. Biraz da sanki bayraq dalğalanırmış kimi. İndi qaldı ay ulduzu çəkmək. Yəni bunu fırça ilə çəkək. Və ulduzumuzu da çəkək. Yəni sərqəli alınmayacaq.
Bakın buradan bu hissəni kopyalayaq. Ağ rəngi seçək. Belə. Bunu çünki karandaşla çəkəndə siçan istifadə etdiyim üçün hal-hazırda planşetdən istifadə etmirik. Notebookun siçanından istifadə edirik və sərqəmi alınmırdı. Ona görə həmin hissəni bayrağın üzərindən götürüb bura yapışdırdık. Və bu şəkildə də bayraq görürsünüz, qrafik redaktorda çəkmiş olduq. Davam edək. Rəsm aletləri zolağında həndəsi fiqurları çəkmək üçün çoxlu düymə var. Həmin düymələrdən istifadə etməklə maraqlı rəsmlər hazırlamaq olur. Yəni bunu yadda saxlayıb həmin düymələrə baxaq. Save as. (2025) 11-ci ay 09 bayraq 2. Paint'də çəkdiyimiz də buradadır. Açaq Word-ü. Rəsm aletləri zolağında həndəsi fiqurları çəkmək üçün olan düymələrə gəlin baxaq. Baxın, Insert tabında Shapes. Burada maraqlı həqiqətən də fiqurlar var. Həmin düymələrdən istifadə etməklə doğrudan da maraqlı fiqurlar hazırlamaq mümkündür. Unutmayın ki, ancaq seçdiyimiz fiqurların yerini dəyişmək, silmək, ölçülərini dəyişmək, çoxaltmaq olar. Fiqurun seçdiyimiz olmasını onun ətrafındakı tutacaqlar göstərir. Misal üçün, bir dənə düz xətt seçək. Sonra düzbucağı seçək. İçin ağ eləyək. Kənarı qara. Sonra ellips formalı fiqur seçək. Dairəvi fiqur. İçin ağ eləyək.
kənarları isə xətti qara. Araşdıraq öyrənək hissəsi mətn redaktorunun rəsm alətlərindən istifadə etməklə belə bir sənəd hazırlayın. Alqoritmləri təsvir etmək üçün aşağıdakı həndəsi fiqurlardan istifadə olunur və baxın düzbucağı, dəyirmi düzbucağı, romb, ox. Gəlin indi bu tapşırığı yerinə yetirək. Yeni bir Word faylını açaq. Alqoritmləri təsvir etmək üçün aşağıdakı həndəsi fiqurlardan istifadə olunur sözünü yazaq. Köhnəni gəlin bağlayaq. Lazım deyil. Dini dəyişək Azərbaycan dilinə. Alqoritmləri təsvir etmək üçün aşağıdakı həndəsi fiqurlardan istifadə olunur. Qoşa nöqtə. N düyməsinin, K-nın sağındakı N düyməsinin sağındakı düyməni Shift-i sıxılı saxlamaqla sıxırıq və qoşa nöqtə burada düşdü. Alqoritmləri təsvir etmək üçün aşağıdakı həndəsi fiqurlardan istifadə olunur. İndi gəlin bu fiqurları çəkək və üzərində yazılar yazacağıq. Birinci düzbucağı. Zaten 4 dənə. İçərisi ağ, kənar xətti qara. Bir damcı da qalın edək. Bu şəkildə. Sonra hansı idi? Dəyirmi düzbucağı. Insertdə açırıq formaları. Həmin düzbucağı görək hardadır. Bu formalar. Tapaq onu. Bu deyildi. Bu olmalıdır. Zənnimcə. Baxın. Aha. İçərisi ağ, kənar xətti qara və qalınlığı da bir dənə aşağı. Bu. Sonra romb. Biraz nazikləşdirək. Tapşırıqdakı kimi. Sonra romb çəkirik. Romb görək hazır varmı, yoxdursa üçbucaqlardan istifadə edib çəkərik. Var. Baxın. Rombumuzu da çəkək. İçi ağ, kənar xətti qara və qalınlığın bir damcı qalınlaşdıraq.
və ox xəttin qara və qanun eləyək. Bura, sonra bura və belə. Üzərindən yazıları da yazaq. Düzbucaqlı, dəyirmi düzbucaqlı. Dini dəyişək. Üzərində baxın, düzbucaqlı. Sonra düzbucaqlı. Bunu biraz yenə böyüdək ki, tam hərf düşsün. Buradan da baxın, ağ rəng etdik ki, kənarının xətti olmasın. Sonra gəlirik bura. Əslində buna ehtiyac yox idi. Ləğv eləyək, üzərinə gəlib 2 dəfə çıxıldadaq və sözü yazaq, düzbucaqlı. Yenə də çox bitişik oldu.
Bakın. Text box. Üzerine bir tane düz bucaq yazırıq. Bunu getiririk bura. Rəngin ağ rəng eləyirik. Sonra gəlib bura yenə text box də 20 düz bucaqlı bunu da rəngin buradan kənarını götürək. Sonra romb buradan insert tabından baxın text box yazaq romb. Romb sonra ox. Bir dənə də ox sözünü əlavə edək. Yəni aşağı indirək. İndirək biraz aşağıya. Belə ox sözünü gətirək bura. Eyni məsafədə belə. Tapşırığımızı da yerinə yetirdik. Gəlin bunu yadda saxlayaq. Adı nə idi? Araşdıraq öyrənək hissəsi. 2025 11 09 araşdıraq Baxın, burada yadda saxladıq. Tapşırığı da belə yerinə yetirmiş olduq.
Keçək son və tapşırıqlarımıza. Birinci sual, mətn redaktorunda istənilən şəkli çəkmək olarmı? Xeyr, olmaz. Mətn redaktoru əsasən yazı yazmaq üçündür. Orada sadə şəkillər, məsələn, dairə, kvadrat, ox, aypara kimi formalardan istifadə etməklə şəkil çəkmək olar. Amma mürəkkəb və rəngli şəkilləri çəkmək üçün qrafik redaktor, məsələn, Paint daha uyğundur. İkinci sual, qrafik redaktorda seçdirmə alətinin funksiyaları nədir? Mətn redaktorunda seçilmiş şəklin hissələrini böyütmək olarmı? Qrafik redaktorda seçdirmə aləti şəklin bir hissəsini seçmək üçün istifadə olunur. Seçilmiş hissəni köçürmək, silmək, böyütmək və ya kiçiltmək, başqa yerə aparmaq mümkündür. Mətn redaktorunda isə çəkilmiş şəkli və ya onun hissələrini böyütmək və ya kiçiltmək mümkündür. Amma bu, yalnız bütöv fiqur şəklində olur. Yəni, hissə-hissə etmək olmur. Üçüncü sualımız, fiquru necə seçdirmək olar? Fiquru seçmək üçün siçanın göstəricisini, yəni oxunu fiqurun üzərinə aparıb siçanın sol düyməsini bir dəfə klikləmək kifayətdir. Fiqurun ətrafında balaca kvadratlar, yəni tutacaqlar görünürsə, deməli fiqur seçilib. Biz bu dərsimizdə bunun hamısını dəfələrlə yerinə yetirdik. Tutacaq nədir və ondan nə zaman istifadə edilir? Tutacaq seçilmiş fiqurun kənarlarında görünən balaca kvadratlardır. Necə ki biz ən sonuncu tapşırığı yerinə yetirəndə kənardakı kvadratlardan tutub tərpətməklə, siçanı tərpətməklə ölçünü böyüdürdük, kiçildirdik. Kvadrat bunun üçündür. Onlardan fiqurun ölçüsünü böyütmək, kiçiltmək və ya formasını dəyişmək üçün istifadə olunur. Məsələn, fiqurun bir tutacağından tutub çəkəndə o böyüyür və ya kiçilir. İndi isə bu dərsi belə tamamlamış olduq. Gələk bu bölməyə aid ümumiləşdirici sual və tapşırıqlarımıza. Bunları da izah edib bölməni tamamlamış olacağıq. Birinci tapşırıq. Bu mühakimələrdən hansı doğru deyil? Proqram pəncərəsini açmaq üçün iş masasında müvafiq simgəni 2 qat çıqqıldatmaq lazımdır. Bu doğrudur. Kompüterdə olan bütün proqramların simgələri iş masasında var. Xeyr, yanlışdır. Çünki bütün proqramlar iş masasında deyil, bəziləri menyuda olur. Simgəni seçmək üçün siçanın göstəricisini onun üzərinə aparmaq lazımdır. Bəli, doğrudur. Proqram pəncərəsini fayl menyusundan qapatmaq olar. Bəli, faylda exit, yəni bağla düyməsini çıqqıldatmağa bağlamaq olur. Bu da doğrudur. Yanlış hansıdır? Kompüterdə olan bütün proqramların simgələri iş masasında var. Orada deyil. İkinci tapşırığımız, bu alətlərdən nə üçün istifadə olunur? Seçdirmə alətidir. Seçdirmə üçün istifadə olunur. Şəkildə seçdirmə və kəsmə alətləri göstərilir. Seçdirmə aləti şəklin bir hissəsini seçmək üçün istifadə olunur. Kəsmə aləti kat isə şəklin artıq hissəsini kəsmək, yəni silmək üçün istifadə olunur. Seçdirmə aləti, kəsmə aləti. Üçüncü tapşırıq, birinci şəkildən ikinci şəkli almaq üçün, bu şəkli almaq üçün qrafik redaktorda hansı əməliyyatlar aparılıb? Birinci şəkildə qələm baxın, gördüyünüz kimi şaquli vəziyyətdədir. İkinci şəkildə isə üfüqi vəziyyətdədir. Bu, döndərmə, rotate əməliyyatı ilə edilir. Dördüncü tapşırığımız, bu şəkli qrafik redaktorda necə çəkmək olar? Qrafik redaktorda biz buna aid keçən dərslərimizdə buna oxşar bir tapşırıq həll etmişdik. Yəni onu göstərim. Baxın, bu tapşırıq. Bu dərsimizin adını da göstərək. Fraqmentin əyilməsi və döndərilməsi.
Bu dərsin videosunu YouTube-dan, kanalımızdan tapa bilərsiniz. Bir neçə dərs öncə keçmişdik və oradakına oxşar qaydada çəkib həll edə bilərsiniz. Əyri xətt çəkirsiniz bu formada, sonra onu başqa kopyalayırsınız, əksini alırsınız, üz-üzə gətirib birləşdirirsiniz, için rəngləyirsiniz, baxın 5 dənə kopyalayırsınız və döndərmədən istifadə edərək dərəcələr verir. Məsələn, 30, 45 və s. döndərirsiniz, sonra döndərdiklərinizi də birləşdirib, ortasından bir dənə belə dairə çəkib rəngləyirsiniz. Sonra ümumi şəklini kopyalayıb 4 dəfə ləçəklərin, baxın, günün ləçəklərin burada göstərilən şəkildə rəngləmək lazımdır. 5-ci tapşırığımız mətn redaktorunda kursordan soldakı simvolu silmək üçün hansı klavişdən istifadə olunur? Kursordan soldakı simvolu silmək üçün backspace-dən istifadə olunur. Sağdakı desəydi delete. Bu sualın cavabı isə backspace. 6-cı tapşırıq mətni kompüterin yaddaşında saxlamaq üçün hansı menyu komandasından istifadə olunur? File, save as. C variantı. Bu şəkillərdən hansını mətn redaktorunda hazırlamaq olmur? Mətn redaktorunda biz dedik ki, sadə fiqurlar çəkmək olar, amma çox rəngli və mürəkkəb şəkillər, məsələn, ağac şəkli orada hazırlamaq mümkün deyil. Cavab, baxın, bu ağac şəkli, üzərində bumud olan, bumuddur da səhv eləmirəmsə, ağac şəkli mətn redaktorunda hazırlamaq olmur. Bu şəkildə ümumi 3-cü bölmələrimizin də sonuna gəldik. Dərsə aid hər hansı sual və təklif olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Və əgər videolarımız faydalı gəlirsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənib rəylər yazmağı və paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Bu dərs deyəcəklərimiz bu qədər. Növbəti dərslərimizdə görüşənədək salamat qalın əziz şagirdlər.